Mən 80 yaşlı ana, oğlumu Salaməddin Əhmədov və onun ailə üzvləri öldürüblər. Ağsu rayon məhkəməsinin hakimləri Anar, Babək məni həbs edirlər. Bunlar məni niyə görə tutururlar? Salaməddin Əhmədovdan nə alıblar ki, məni həbs edirlər? Mən Ağsu rayon Cəlair kənd sakini Zeynalov Mikayıl Axanoğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edərək bildirirəm ki, Ağsu rayon məhkəməsinin hakimləri anam Zeynalova Rüqiyyə haqqında çıxardığı qərara etiraz əlaməti olaraq bildirirəm ki, bir ölkənin baş prokurorluğunda istintaq idarəsində qardaşım Feyruz Zeynalovun cinayəti ilə bağlı cinayət işi gedir, axtarırlar kimlər bunu öldürməyin və orada Salaməddin Əhmədov və ailə üzvlərinin adı keçir. Nətər olur? Bu ölkənin bir qurumunda, baş prokurorluğunda bu cinayət işi axtarılır. Digər qurumunda, Ağsu rayon məhkəməsində isə bu cinayət işi ilə bağlı məhkəmə iclası keçirilir və anam Zeynalova Rüqiyyə təqsib etməyə qərarı alınır. Yəni ki, Rüqiyyə Zeynalov deyirlər ki, Ağsu rayon məhkəməsi deyir ki, Rüqiyyə Zeynalova təqsib eləməlidir ki, Salaməddin Əhmədov və onun ailə üzvləri oğlum Feyruz Zeynalovu öldürməməsi barədə təqsib etməlidir. Nətər olur? Bunlar nətər aydınlaşdırdı bu Ağsu rayon məhkəməsinin işçisi, hakimi Anar Ələsgərov? Nətər gedib Feyruz Zeynalovdan soruşdu ki, səni Salaməddin Əhmədov ailəsi öldürüb və yaxud da yox. Əgər bunlar Feyruz Zeynalov tapılırsa, elə versinlər bizə, biz də çıxaq rəsmi üzrümüzü istəyək, o an bütün məsələləri həll edək. Cənab Prezidentdən xahiş edirəm ki, bu məsələ ilə bağlı öz tapşırıqlarını versin aidiyyatı orqanlara və bu qərar yenidən baxımlansın, təmin edilsin.